Əzəmiz, xoş gördük sizləri. Albalı bağlarında 3 sot 1, 3 sotda 1. Belə deyək də, kim istəsə tam şəkildə də ala bilər. Kim istəsə 3 sot da ala bilər. Sotu 11 mindəndir. Sənəd çıxarışdır. Bax, birinci hissəni sizlərə təqdim edirəm. Balaca bir köhnə bağ evi var içində. Giriş hissəsini göstərirəm sizlərə. Fikir verin, bax, bu giriş hissəsidir, qapısı da var. Bu da əlavə köhnə bağ yeri olduğuna görə göstərirəm, baxın. Və keçək evin qabaq hissəsini də göstəreyim. Bax, bura 3 sotdur, sənə çıxarışdır. 2 otaq köhnə bağ evi gedir. Sotu 11 mindən çıxarış. Və keçək ikinci hissəni də təqdim edeyim sizə. İkinci hissədə ki, bax, budur. Hazır yarım tikilidir. Kim istəsə bir yerdə məsələn 6 sot ala bilir. Bu da hazır yarım tikilidir də. Tikə bilər. Yerinə görə, havasına görə həqiqətən yeri, havası yaxşı bir olan yerdədir. 3 sotda əlavə budur. Bunun da sənədi çıxarışdır. Sotu 11 mindəndir. Qeyd etdiyim kimi, kim istəsə, məsəl üçün, bunu 3 sot ala bilər. Ya kim istəsə, bu burası evi. Bu burası həyəti, burada gördüyünüz. Bu yarım 2 otaq olanı ala bilər. Və yaxud 2 hissəni ala bilər. Yəni 6 sot ala bilər. Bu da ikincinin giriş hissəsi. Əslində belə deyək də. İndi hər öz gücünə görə baxır inşallah. Tam alınsa lap gözəl olar. Nəyə görə? Məsələn, orada yarım tikili var. Bu yarım tikilini məsəl üçün hazır eləmək və bunu götürmək. Fikir verin. Və sotu 11 mindir, sənəd də çıxarışdır. Bəzi izləyicilərimiz qeyd etdiyimiz kimi Albalıdadır. 3 sot 1, 3 sotda 1. 2 dənə 3 sotdur. Sotu 11 mindəndir. Kim istəsə 3 sot hissə də ala bilər və kim istəsə tam şəkildə də ala bilər. Və səhifəmizi ilərisi məşğələmlə əməkdaşlar və rəhbərliyə sizə dərin təşəkkürümüzü bildiririk.